İslandiyada növbəti gün və sonuncu gün. Axşam belə bir yerdə qalmışam. Fossardal qonaq evidir bura. Həyətində də çoxlu kamp eləyənlər var. Manzaramız da bu şəkildə. Dünən gecə yol dəhşət dumanlı idi. Necə gəldim çıxdım özüm də bilmirəm. Gəlib tam 1-in yarısına gəlib çatdım bura. Hamı yatmışdı. Həyətdə 1-2 nəfər oyaq idi. Hava açıq, aydındır onsuz da burada. Ona rağmen insanlar bir şəkildə yatır. Otaqda belə şey qoymuşlar. Göz maskası, qulaqlıq yata bilmək üçün. Bugünkü plan nədir? Bugün son gündür. Gecə bir aeroporta yaxın bir yerdə qalacağam. Səhər də tezdəndən də uçuşum. Nə etməliyəm? 8 saata yaxın yolum var oraya çıxana kimi. Birbaşa təbii ki sürməyəcəm. Yolda bir neçə dəyməli olduğum qəsəbə var. Görüləsi yerlərdir. Oralara gedəcəm, həm bir şeylər yeyəcəm, həm maraqlı bir şeylər olsa çəkəcəm. Belə, günə başlayaq. Gəldiyimiz yerə baxın. Bunun arxasında bir yerdə qalırdım. Axşam buralar hamısı duman idi, heç nə görsənmirdi. Burada elə çox off-road maşınlar dəhşət çoxdur. Yol boyu və əlverişli də bəzi yollar çünki elə maşınlar tələb eləyir. İndi bu yoldan gedəcəyik. Höfen deyə bir dənə qəsəbə var. Ora sahil qəsəbəsi. Gedək görək. Orada nə tapırıq. Yol üstü ilk belə bir qəsəbəyə gəldik. Sahil qəsəbəsi. Burada bir dənə kafe var. Burada bir səhər yeməyi üçün şeylər. Hava qatışdıraq. Daha sonra yola davam edək. Hava 3 dərəcədir. It's almost like a longhouse rather than a train. Yeah. Bundan yiyəcəm. Səhər yeməyimiz hazır. Demək çoldak çörəyi var. Gördüyümüz, daha doğrusu hissə verilmiş qızıl balı, yumurta, bir dilim balıqdır, bir de limon. Bu da bildiğimiz cappuccino. Toplam qiymət təxmin edin nə qədərdir. Yazıq qoyacağım. Səhər yeməyimizi yedik. İndi yola davam edək. Belə maraqlı sahil qəsəbələri gördükcə dayanıb istirahət edə gedib çıxacağım aeroporta qədər. Dediyim kimi normalda dayanmadan sürsəm artıq 8 saat yol var. Yəqin ki dayanaraq bir 10-12 saata yerə çataram. Saat hələ 10'dur. Yolun qırağında bir şey gördüm. Ona görə dayandım burada. Ben buradan gördün mü? Daha da yaxına gedəcəm. Sən maraldır o.
Gəlib ora çıxmış şu an. Burada belə bir plaj var. Dünən axşam gələndə bura yol da dumanlı idi, heç nə görsənmirdi. İndi biraz çəkilib. Yenə də qarşıda dumanlı yerlər bizi gözləyir. Burada uçqunlar da ola bilir. Təhlükəli yerdir yəni bura. Waves are rising and rising, and when I get that feeling, I won't be second for healing. Demək, hara gəlib çıxdıq? Höfen deyə bir şəhərmi, qəsəbəmi bilmirəm tam olaraq. Balaca bir yerdir, sahil. Bura gəldik. Ring Road, yəni adanın bütün başdan ayağa fırlananlar adətən dayanacaqlarından birisi bura olur. Burada mən günorta yeməyi yemək üçün gəldim. Belə bir restoran var, bunu məsləhət bilirlər. Burada dəniz məhsulları məşhurdur. Gedək görək nə var, nə yox. Giriş ardamını bulan və burada da saxlamaq olan şey. Gerçi yer yoxdur heç. Fırlandım ki, o tərəfdən görə bilərdim. Manzaramız böyle, içerisi de böyle. Demək, başlanğıc olaraq qızardılmış kalamar sifariş elədim. Tadını baxaq görək necə olur. Əsas yemək olaraq da fish and chips dedik. Deyəsən çox yedim. Porsiya çox böyükdü. Balıq super dadlıydı. Kartoşkalar heç də məlum məsələ. Amma balıq çox dadlı idi. Kalamarlar da qəşəng idi. Biraz yürüyüş eləyək burada. Daha sonra yola davam. Demək, Höfen mənası şey deməkmiş, liman deməkdir. Burada 2200 nüfusu var. Əsas da belə balıqçılıq, turizm bunlarla məşğuldurlar. İslandiyanı gəlib gəzməyə gələnlərin çox adam tərcih etdiyi yerlərdən biridir. Gəlib burada qalmaq. Dayanacaqlardan biridir yəni. Elə gedirəm də, bilmirəm o tərəfdə maraqlı bir şey var ya yoxdur. Liman. Yalnızca yola çıxaq, çox vaxt itirməyim burada. Yoxsa dünən kim olacaq? Qaça-qaçla gelib çıxacam ora. Saat neçədir? Saat. Bir də baxaq saata. Saat 3-ə qalıb. Mən getməliyəm artıq. 3-ə qalıb. Mən hələ bir neçə yerdə yenə dayanacağıq. Dolayısıyla vaxt gedəcək. Yəqin ki, yenə gəlib saat 11-12-ə çatacaq qaldığımız yerə. Hava tutqundur, soyuqdur.
7-8 dərəcədir. Külək də var. Maşını orada saxlamışdıq. Oradadır. Heç nə, yola çıxaq. Demək, dünənlərim buraya gələndə axşam idi və GoPro'nun da bataryası bitməyə vaxt çəkə bilmədim. İndi gəldim. Dünənkindən də möhtəşəm görünür bura. Sadəcə izləyin. Burada çoxlu turlar təşkil edirlər. Katerlərdən sonra orada su dəniz nəqliyyatları var. Onlarla gəzinti falan edirlər. Maraqlanırsam görüm. Əvvəlcədən rezervasiya etmək olursa hər şey qapılaram. Burada su itilər falan da var. Tur aldım. Bir 30-40 dəqiqəlik bot turu. Ona minəcəyik indi. Bununla gələcəyik. Hazır. Həm quruda gedən, həm də suda gedən bir nəqliyyatdır bu. Demək, tura da qatıldıq. Turdan nə öyrəndik? O iceberglərin bəziləri gördüyünüz kimi mavi rəngdədir, bəziləri ağ rəngdədir, bəziləri qara rəngdədir. Bunların səbəbi, demək, suyun altında qalan hissəsi icebergin mavi olur. Suyun üzərində olan hissəsi ağ rəngdə olur, oksigenden dolayı. Bunlar niyə mavidir? Bu tərs dönüb. Tərs dönəndə bunlar alttaki hissə üstə çıxmış olur. Dolayısıyla bunlar yeni çevrilib. Hansılar ki mavidir, onlar yeni çevrilib. Qara isə vulkanik şeydən dolayıdır. Demək, bunlar hardan qopur gəlir? Qarşıdakı yerlərdən qopur. Hava dəyişikliyindən dolayı gəlir bura. Bura əslində bir göldür.
Burada gördüyünüz kimi dənizə bağlanır. Deyir ki, bu James Bond'un hansısa filmi var imiş. Ben de baxmamışam heç hansıdır. O filmdən yana neçə il əvvəl demək buranda bunu əritmək istəyiblər bunları. Durub həmin bu yerə qum töküblər nə qədər ki su qarşısı dayansın. Bunlar ərisin. Belə bir şey bunu qınayırlar burada hər dəfə. Demək çatdım qalacağım yerə. Hava çox küləkli və soyuqdur. Çöldə çəkiş edə bilmədim. Qaçdım gəldim girdim bura. Saat 23:23'dür. Səhər də 5'də buradan ayrılmalıyam. Çünki 7:30'da uçuşum var. Birinci maşına pal təhvil verəcəm, oradan da aeroporta. Buradan aeroport çox yaxındır. Ona görə yaxın yer tutdum ki, rahat gedə bilim. Beləliklə İslandiya səyahətini tamamlamış oluram. Ümid edirəm videolar maraqlı olmuşdur. İzlədiyiniz üçün təşəkkür edirəm. Əgər maraqlıdırsa sizin üçün bəyənib dəstək ola bilərsiniz. Növbəti videolarda görüşmək üzrə.